Ötən gün Sumqayıtda Bayram Tonqalında baş vermiş partlayış nəticəsində xəsarət alanların vəziyyəti açıqlanıb. Sumqayıt Tibb Mərkəzindən kanalımıza bildirilib ki, Sumqayıt şəhəri 7, 8 və 12-ci məhəllələrin kəsişməsində tonqal yandırılan zaman partlayış baş verməsi səbəbilə mərkəzin nəzdindəki uşaq xəstəxanasında 2 nəfərin müalicəsi davam etdirilir. Dəqiqləşdirilməmiş kəllə-daxili travma diaqnozu təyin olunan 2013-cü il təvəllüdlü qızın vəziyyəti orta ağırdır. Qarnın küt travması diaqnozu təyin olunan 2013-cü il təvəllüdlü şəxsin, oğlanın vəziyyəti isə stabildir. Bilək və əlin dəqiqləşdirilməmiş termiki yanığı diaqnozu təyin olunan 2014-cü il təvəllüdlü oğlan daha ixtisaslı tibbi xidmət almaq üçün Nərimanov Tibb Mərkəzinin nəzdində olan yanıq mərkəzinə təxliyə olunub deyə məlumatda açıqlanıb. Kürdəmirin Çöl Ərəb kəndində isə ölümlə nəticələnən ağır qəza baş verib. Belə ki, 2019-cu il təvəllüdlü Hidayət Hüseynov yolu keçərkən VAZ 2107 markalı avtomobil onu vurub. Ağır xəsarətlər almış yaralı təcili tibbi yardım maşının köməyi ilə Kürdəmir rayon mərkəzi xəstəxanasına çatdırılsa da, həkimlərin səylərinə baxmayaraq onun həyatını xilas etmək mümkün olmayıb. Faktla bağlı Kürdəmir rayon polis şöbəsində araşdırma aparılır. Xəstəxanadan isə bildirilib ki, yaralı təcili tibbi yardım maşını ilə gətirilərkən onda həyat əlamətləri müşahidə edilməyib. Həkim heyəti tərəfindən azyaşlının ölüm faktı təsdiq olunub deyə məlumatda bildirilir.